Panda. Panda. Çevrədəki canlılar marafonumuzun bu dəfəki qəhrəmanı pandadır. Hani getdik. Panda. Getdi axı. Panda. Panda. Gel. Panda. Gel. Gel. Panda. Panda bu ərazinin ən məşhur balacasıdır. Bugün biz onu haralara aparacaq bilmək istəyirsinizsə, buraxılışımızı sona qədər izləyin. Çevrədəki canlılar marafonumuz davam edir. Bu dəfə mən sizi panda ilə tanış eləmək istəyirəm. Əslində bayaq çox belə şərait olmadı, çünki o ərazidə idi, qaçmağından qorxurduğuna görə tez bazar tutmağa çalışdı. Panda, panda. Panda çöl itidir, amma belə görsən ki, qarışıqdır. Çünki görürsünüz də, biraz məncə kaskiyə oxşardı var. Biz bunu hərdən yemləyirdik, amma çox yaxşı maşın sürən insafsızlardan biri küçədə yolu keçəndə bunu vurmuşdu, arxa ayağı sındırmışdı. Sonra heyvansevərlər həmin ərəfədə mən orada yox idim deyə heyvansevərlər sağ olsun bir xanım səhv eləmirəmsə aparıb əməliyyat elətdirmişdi. İndi ayağında mil var, biraz axsıyır, amma xeyli düzəlib. Əvvəl ümumiyyətlə sümükdən ayrılmışdı, sallandı. İndi biz grooming aparırıq. Pandanı yaxşı çimizdirəcəklər, qurulayacaqlar. Ondan sonra da inşallah baytara aparmaq istəyirik. Həm vitamin vursunlar, üzü qışa gedir, biraz immuniteti artsın. Həm də ki, görək alınsa ayağındakı mili çıxartsınlar. Dostlar, dediyim kimi bugünkü qəhrəmanımız pandadır. Biz pandanı gətirmişik groomingə. Groomerimiz də Ayşən xanımdır. Ayşən xanım çox sağ olsun ki, razılıq verdi bizə dəstək olmaq üçün. Bizim müəyyən suallarımız olacaq ki, tamaşaçıları da bilgiləndirmək üçün. Ayşən xanım, əvvəla təşəkkür edirəm ki, qəbul elədiniz təklifimizi. Yəni, bu bildiyiniz kimi dostlar, bayaq görürüz ki, çöl heyvanında, yəni düzünü desəm, çox yer qəbul eləmir, məsələn, küçə heyvanının təmizliyini olunmağını. Amma The Grooming Station-da bura, yəni onlar sağ olsunlar Instagramdan yazan kimi, yəni canla başla qəbul elədilər. Ayşən xanıma biraz suallarımız olacaq birinizcə. Məsələn, əsas təmizlikdə nəyə diqqət olunur Ayşən xanım? Əsas təmizlikdə dərindən təmizləmək lazımdır və yuyarkən ən əsas olaraq buruna və qulaqlara diqqət yetirilməlidir ki, onlara su qətiyyən girməməlidir. Əgər qulağa su daxil olarsa, yəni xəstəliklər əmələ gələ bilər qulaqda. Ona görə də diqqətli həm yumaq, həm də qurutmaq lazımdır. Mən özüm belə əvvəllər yuyub eləyəndə adi sabunla ya şampunla birbaşa heyvanın üstünə tökürdüm. Yəni
onunla bunun fərqi nədir? Onunla bunda fərq olur ki, yəni maçalka ilə yuyulsa daha effektli olar ki, həm köpüklənmə daha çox olur, həm də dərindən təmizləmə, yəni belə daha yaxşı olur. Bir də təmizlikdə əsas hansı hissələrə diqqət olunur? Nəyə görə deyirəm? Çünki məsələn belə dayananda daha çox mənə elə gəlir üst yuyulur, amma aşağı hissələr, yəni qarının alt zat hissələri. Bəli. Təmizlikdə yəni ən əsas olaraq gəzirlər deyə ən əsas daha çox çəklənən lapalar olur, bir də qarınaltı hissələri olur. Ona görə də yəni lapaları və qarınaltı hissələri daha dərindən yumaq və daha diqqətli şəkildə eləmək lazımdır hər bir şeyi. Hansısa bir hadisələr baş veribdir siz burada, yəni çimizdirən vaxtı, ya qaçanlar olur, ya nə bilim. Qaçanlar, yəni qorxan olan olur ki, yəni qorxurlar, qaçmaq istəyirlər, amma qarşısına alınır. Qorxu əsas nədəni olur? Ən çox fenin səsindən qorxurlar. Yəni vaxtlı-vaxtında tez-tez gətirmək lazımdır balaca vaxtından ki, onlar öyrəşsinlər ki, qorxmasın. Hələ fenin səsi də var. İndi dediniz və mən biz indi görə biz oradan gözləyəcəkdik fenin səsi vaxtı. Əziz izləyicilər, gördüyünüz kimi bu pandanın son halıdır. Yəni əvvəl və sonrası da əməli başlı rəngi açıldı. Demək olar ki, ağ imiş, bizim xəbərimiz yoxdur. Ayşə xanım, necə idi oğlumuz özünü necə apardı? Çox yaxşı, çox ağıllıdır. Əslində çöl iti olmağına baxmayaraq mən də fikirləşirdim ki, sudan ən çox da fenin səsindən qorxacaq, amma qətiyyən qorxmadı. Bir də bir şey vurğulamaq istəyirəm buradan ki, biz əslində danışanda dedik daranma olmasın, onsuz da yenə şey olacaq da, yəni çöldə olanda tükləri zadı qarışacaq bir-birinə. Amma əslində daranmanın çox vacib olduğunu biz burada gördük. Onun da incəliklərini Ayşən xanım deyəcək. Ayşən xanım, daranma nə üçün vacibdir? Bəli, daranma vacibdir. Çünki bunlar darananda bunlarda ölü tüklər var ki, o ölü tüklər çıxmalıdır. Əgər çıxmasa, bəzi yerlərdə yəni onlar sıxışıb qalır və kaltunlar yaradır da, yəni dolaşmalar yaradırlar. Düyünlər olur. Aha, düyünlər olur. Onda daranma yəni çimizdirilmədən öncə olmalıdır. Bəli. Hə, həm də mən belə başa düşdüm, indi öz müşahidəmdən deyim ki, daha çox təşəkkür edirik. Bizə yox, Ayşən xanıma təşəkkür elə, əziyyətimi çəkib, Ninə xanıma da təşəkkür edirik. Əziyyətimizi çəkdiniz. Sonra biz bitirdiksə, onda açaq, onda gedək. Növbəti səfərimiz baytar müayinəsidir. Görək orada özünü necə aparacaq. Artıq baytardayıq. Müayinə etmək xahişimizi qəbul edən baytarlarımız sağ əlin verdiyini sol əl bilməməli prinsipinə sadiq qalmağımızı xahiş edərək üzlərini göstərməyimizi istəmədilər.
Pandemiya müayinə olundu. Patoloji olaraq xəstəlik müşahidə olunmadı. Vizual müayinə zamanı dəri örtüyündə, türk örtüyündə hər hansısa bir xəstəlik və xalq boşluğunda, gözündə, qulağında hər hansı bir bakteriyal infeksiya görülmədi. Ektoforazit, bic, birə, gənə heç bir şey müşahidə olunmadı. Yaxşıdır, kifayət qədər də sağlamdır. Və məncə ilk dəfəsinə görə özün də ağıllı apardı. Bəli, həm də ağıllı.